Salam, hər vaxtınız xeyir olsun. Bugün Murad Rəşidovun vəsaitindən Bəxtiyar Vahabzadənin seçilmiş əsərləri ilə bağlı olan testlərin izahına baxacağıq. Birinci test. Bəxtiyar Vahabzadənin İstiqlal əsərinə aid səhv fikri müəyyənləşdirin. 20 yanvar hadisəsindən ürək ağrısı ilə danışır. Bəli, bu məqam var. Qul millətlərin müstəqillik qazanmasından bəhs edilir. Doğrudur. Şair Azərbaycanın ikiyə parçalanması ilə barışa bilmir. Bəli. Şair 20 yanvarda Azərbaycan xalqının şərəfindən qeyri-adi formada açıqlama verir. Bu fikir də doğrudur. Çünki İstiqlal poemasında 20 yanvar hadisəsinə həsr olunan şəhidlər poemasından 2 bənd olduğu kimi verilib və toxunulub həmin hadisələrə. Şair Qarabağ müharibəsindən bəhs edir fikri yanlışdır. Qarabağ hadisələrinə toxunulmur. 2. Klasterə əsasən uyğunluğu müəyyən edin. Şəhidlərin qanı hesabına əldə edilmiş azadlıqdan qürurla danışılır. Şəhidlər, Zeybək qızı, İstiqlal. Birinci və üçüncü əsərlərimizdə bu daha dəqiq göstərilir, amma Zeybək qızında tam olaraq göstərilməsə də biz bilirik ki, həmin o azadlıq, yəni Türkiyənin müstəqilliyi o şəhidlərin hesabına yəni əldə edilmişdir. A və C daha uyğundur burada. Birə A və C-ni yaza bilərik, hər ikisini. İndi uyğunlaşdıraq. Torpaq uğrunda ölənlərə münasibətdə təzadlar yer alıb. Bu, şəhidlər poemasına aid olan məqamdır. 1941-45-ci ildə 2-ci Dünya müharibəsi dövründə şəhid olan atanın 20 yanvar günü övladları şəhid olur. Yəni təzadlar içində verilir bu iki şəhid. Milli azadlıq və istiqlal və müstəqillik uğrunda mübarizənin emosional təsviri aparıcıdır. Hər ikisini aid edə bilərik bu fikri. İkisinə də aid olan cəhətdir. Deməli, eyni bura qeyd edə bilərik, hər ikisinə aid olan cəhət kimi. Gülüstan poemasının davamı kimi yazılan yalnız İstiqlal poemasıdır. F-i yalnız İstiqlalı yaza bilərik. Fikir verin, variantla işləmək lazımdır. Variantlarda 2-2 istəyir bizdən cavabları. Yəni, tək birinə aid olan fikir varsa, biz onu cavabdan çıxmalıyıq. Məsələn, F-i cavabdan çıxmalıyıq. D-ni cavabdan çıxmalıyıq. Çünki yalnız bir əsərə aid olan fikirlərdir. Qalır bizdə Y variantı. A, C, 2-yə baxaq, E, G. İndi E-ni tapmışıq, G-yə diqqət yetirək. Qarışıq janrda yazılmışdır. Bəli, şəhidlər də İstiqlalla qarışıq janrda yazılıb, çünki ikisi də poemadır. Cavab oldu Y variantı. Şəhidlər poemasında uyğunluğu müəyyən edin. İqtisadi çətinlik. Problem iqtisadi çətinlik deyildi. Biri çıxmalıyıq variant. Sovet imperiyası, xeyr. Bunu da biz problem kimi götürmürük. Ümumiyyətlə bu əsərdə problem Sovetin öz vətəndaşına qarşı hücuma keçməsindən ibarət idi. Hərbi təcavüz, bəli, öz vətəndaşına qarşı. Problemi yaradan tərəf azadlığın, müstəqilliyin məhdudlaşdırılması, xeyr, Sovet qoşunları idi. Milli birliyin olmaması da yaradan tərəf deyildi. Təkcə cavabımız B variantıdır. İndi digərinə baxaq. Uyğunluğu müəyyənləşdirin. Şəhidlər İstiqlal yalnız birinə aiddir və hər ikisinə aid olan cəhətlərə indi baxmalıyıq. Körpünün yaratdığı həsrətdən bəhs olunur. Bu yalnız aiddir İstiqlal poemasına. Deməli, A-nı yalnız birinə aid fikir kimi qeyd edirik. Aşağıda yazsaq daha doğru olardı. A yalnız birinə. Xalqın taleyi barədə ondan xəbərsiz hökm vermələrinə qəzəb dolu etirazını bildirir müəllif. Bəli, biz bunu da yalnız birinə aid edə bilərik. Xalqın taleyi barədə hökm verənlər, yəni İstiqlal poemasında öz əksini tapıb bu. İgid övladlarımızın mübarizəsindən qürurla danışılır. Hər ikisinə aid olan cəhətdir. Şəhidlərimizin qanı hesabına əldə olunan azadlıqdan qürurla danışılır. Bu da hər ikisinə aid olan cəhətdir. Yəni 20 yanvar hadisəsinə işarə edilmişdir. 70 illik dərd-qəmin 70 illik deyir, dərd-qəm gözdən axdı o gecə. Bu da yalnız şəhidlər poemasında keçən məqamdır. Deməli, yalnız birinə aiddir A, B, Y. Hər ikisinə aiddir C və D. Cavabımız oldu E variantı. Davam edirik 5-ci testlə. İstiqlal poeması haqqında doğru fikirləri müəyyən edin. Qəzəbdən, kindən silahlanan qullar dumanla sisi ayıra bilirlər. Deyir ki, qullar silahlandı, qəzəbdən, kindən ayıra bildilər dumandan sisi. Deməli, bu fikir doğrudur. Müəllif qəsdini əbədi sanan qəsbkara etiraz edir. Deyir, qəsbkar qəsdini əbədi sanmış. Deməli, bu fikrimiz də bizim doğrudur. Tələb və istəkləri ilə silahlanmış millətin dənizə dönməsi, bu məqam şəhidlər poemasındaydı. Millətin öz oduna alışıb yanması əksini tapıb, deyir ki, millət öz oduna alışdı, yandı. Yandı bu millət. Belə bir misra var. O da şəhidlər poemasındadır. Bir millətə iki hakimin dilinin doğmalaşmasına kəskin etiraz əks olunub. Bu da İstiqlal poemasında. Deyir ki, bir millətə iki hakimin dili doğmalaşdı. Bu lap ağ oldu. Cavab oldu Y variantı. İstiqlal poeması haqqında doğru fikirləri müəyyən edin.
Halal haqqımızın bizdən yan qaçması istisna olunub, halalca haqqımız bizdən yan qaçar. Doğru. Məftil çəpərləri qırmağı bacaran xalqımızın gələcəyi haqqında nikbin ruh əks olunub. Doğrudur. Məftil çəpərləri qıra bilən xalq bir il geç, bir il tez qıracaq yenə. Qəlbimizdə yaşatdığımız bayrağın ələ keçməsi qürur hissi ilə tərənnüm olunur. Bu fikir ümumiyyətlə şəhidlərdədir və həmin o məqam qürur hissi ilə tərənnüm olunmurdu. Şəhidlər müqayisə olunur və onların arasındakı fərqin açıqlaması verilir. Şəhidlər poemasına aid olan fikirdir bu. Doğrudur. Şəhidlər müqayisə olunur. Amma bu İstiqlal poemasında deyildi. Fikir yanlışdır. Zülmün öz-özünə qənim kəsilməsi əks olunur. Zülm öz-özünə kəsilir qənim. İstiqlalda keçən məqamdır. Zamanın yetişdiyi gün bircə sözün yaratdığı güclü təsir də öz əksini tapır. Bəli, deyir, vaxt gəldi bircə söz 1000 dünya açar. Deməli 6 da doğrudur. Burada doğru fikirlərdən 1 və 2, yanlışdan isə 4-ü götürürük. Cavab oldu A variantı. 7-ci testə baxırıq. Klaseri tamamlayan fikirləri müəyyən edin. Vahabzadənin İstiqlal poemasında vaxt torpağı qanla yoğurur. Bəli, torpağı yoğurur, vaxt özü qanla. Belə bir fikir deməli keçir. Sərhəd dirəkləri xalqın qəlbindən keçən körpüdən xəbərsizdir. Deyir, sərhəd dirəkləri xəbərsiz oldu bizim qəlbimizdən keçən körpüdən. Doğma dilimizin sıxışdırılmasına kəskin etiraz yer alıb. Doğrudur. Şəhidlər poemasının davamı kimi deyildi. Gülistanın davamıdır. Vətənin bütün xalqının yas saxlaması əks olunub. Bu da şəhidlərdədir. Vətənimizlə bağlı tali yüklü məsələlərə toxunulub. Bəli, İstiqlalda keçən məqamdır. 1, 2, 5. Davam edirik 8-ci testlə. Əhməd Cavadın Səsli qız və Vahabzadənin Şəhidlər poeması haqqında ortaq fikir. Qan ləkələrinin yuyulması doğrudur. Şəhidlərdə də eyni məqam var idi. Deyir, ertəsi Bakının küçələrindən yudular millətin qızıl qanını. Yuya biləcəkmi o cəllad görən qanla ləkələnmiş öz vicdanını? Deməli, birinci fikrimiz doğrudur. Günahsız insanların qətlə yetirilməsi hər ikisində var. Yerli xalqın yadelli ağaların gəlişinə maraqla qarşılaması maraq məsələsi burada deyildi, Səsli qıza aid olan məqamdır. İnsanların zorla şərlənməyə vadir edilməsi yenə Səsli qızdaydı. Bütün xalqın ayağa qalxması hər ikisinə aid olan cəhətdir. Cavabımız oldu Y variantı. Növbəti testə baxırıq. Şəhidlər İstiqlal yenə yalnız birinə aiddir və hər ikisinə aiddir. Bir ikən iki olan xalqımızın qovuşacağına, vətənimizin bütövləşəcəyinə şairin inamı əks olunub. Bu yalnız İstiqlal poemasında keçən məqamdır, yəni yalnız birinə aiddir. Bir də A olmalıdır. Digər məqama baxırıq. Şairin qul millətlərə münasibəti əks olunub, yenə İstiqlalda birinə aid fikirdir. Xalqımızın milli azadlıq hərəkatına qənim kəsilənlərə nifrət əks olunub. Bu hər ikisinə aid olan cəhət kimi götürülə bilər. Bunu yazırıq digər tərəfə. Sonra milli azadlıq uğrunda həyatını qurban verən şəhidlərin tarixi xidmətləri tərənnüm olunur. Hər ikisində keçən məqamdır. Yəni şəhidlərin etdiyi qəhrəmanlıqlar ikisində də vurğulanır. Deyini də bura qeyd etdik və sonuncu, xalq öz igid övladlarının qəhrəmanlığına biganə deyil. Özünə məxsus tərzdə imperiyaya qarşı etiraz edir. Şəhidlər poemasında keçən məqamdır. Deyir ki, 40 gün yas saxlamaq, işə çıxmamaq bizim etirazımız oldu. Hər ocaqda, yəni qazan asıldı, hər evdə. 1 A, B, Y, 2 C, D. Cavabımız C variantıdır. Növbəti testə baxırıq. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Şəhidlər İstiqlal. 1. Milli azadlıq hərəkatına münasibət əks olunmuşdur. Milli azadlıq hərəkatına münasibət təkcə şəhidlərdə yox, həm də İstiqlal poemasında öz əksini tapıb. Deməli, 1 yanlışdır. Biri cavabdan çıxa bilərik. Qarışıq janrda yazılıb, hər ikisi qarışıq janrda yazılıb. 2 olmalıydı ortada, yenə yanlışdır. 2-ni də cavabdan çıxırıq. Cavabımız elə C variantı qaldı, yoxlayaq. Lirik poemadır, ortada yazılmağı doğru. Problem vətənin ikiyə parçalanmasıdır. Bu, yalnız İstiqlal poemasına aid olan cəhətdir, 4 yanlışdır. Şairin vətənin gələcəyinə münasibətdə nikbin ruh hakimdir. İstiqlal poemasında vətənin gələcəyinə nikbin ruh hər ikisinə aid olan məqamdır. Həm İstiqlala aiddir, həm də şəhidlərə aiddir. 5 ona görə yanlış götürürük. Gülistanın davamıdır İstiqlal, bəli, doğrudur. İstiqlal poeması haqqında səhv fikri müəyyənləşdirin. Şair millətindən, irqindən, dinindən asılı olmayaraq bütün millətləri azad görmək istəyir, doğrudur. Şair vətənimizi iki yerə parçalayan yad illiləri lənətləndiyi diqqətə çatdırılır. Bu da doğrudur. Yəni, razılaşa bilmir iki yerə parçalanmağımızla. Şair Gülistan müqaviləsini nifrətlə xatırlayır. Deyir ki, Gülistan adlanan bu ifritənin. Türkmənçay müqaviləsi dönə-dönə xatırlanılır. Bu da doğrudur hardasa. Çünki Türkmənçay Gülistan müqavilələrinə görə biz iki yerə parçalanmışdıq. Doğru. Ermənilərin Qarabağda törətdiyi vəhşiliklər burada öz əksini tapmamışdı. Cavab oldu Y variantı.
İstiqlal poemasından verilmiş bəndlə bağlı uyğunluğu müəyyən edin. Köksünə dağ üstdən dağ çəkilən xalq, bir gün dağ çəkəcək dağın köksünə. Məftil çəpərləri qıra bilən xalq, bir il gec, bir il tez qıracaq yenə. Sərhəddə xalqın milli həmrəyliyindən bəhs edilib. Bəli, bu fikir doğrudur. Əruz vəznində yazılmamışdır. Cənubi Azərbaycanda baş verən Xiyabanı hərəkatından burada bəhs olunmur. Gələcəyə bədbin ruh yox, nikbin ruh öz əksini tapıb. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı burada öz əksini tapmamışdır. Cavabımız A variantıdır. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Vahabzadə istiqlal, əsas problem. Mövcud hakimiyyət orqanlarının insanları itaətdə saxlamaları üçün müxtəlif vasitəyə əl atması. Burada əsas problemimiz bu deyildi, bu əsərdə. Vahabzadə istiqlal yenə. Azərbaycanın ikiyə parçalanması, bəli, əsərin əsas ideyası ikiyə parçalanmağımızdır və problem də elə budur. Cavab oldu B variantı, qabağında da doğru yazılmağı doğrudur. Doğma dilimizin sıxışdırılmağı əsas problem deyildi burada. Gülüstan müqaviləsinin xalqımıza gətirdiyi fəlakətlər də yenə əsas problem deyil, amma dolayısı yolla bu problemin kökündə Gülüstan və Türkmənçay müqavilələri dayanırdı. Xudafərin körpüsünün xalqımızla bağlı olması bu da əsas problem kimi götürülə bilməz. Şəhidlər poeması haqqında səhv fikri müəyyən edin. Bədii sual işlənib doğrudur. Axı biz nə eləmişdik? Şəhidlər bayrağımızı öz qanları hesabına dalğalandırma fikri qürur hissi ilə ifadə olunub. Bu da doğrudur. Şəhidlərimizin Rəsulzadənin qaldırdığı bayraq altında dəfn olunması matəm mərasimi hissəsində öz əksini tapmışdır. Bəli. Xalqımıza göz dağı olan körpünün adı Xudafərin körpüsüdür və bu istiqlal poemasında keçir. Şəhidlər el qeyrəti çəkdiyi üçün şəhid oldular. Bu fikir doğrudur. Verilmiş nümunəyə əsaslanaraq klasteri hansı fikirlə tamamlamaq olar? Zülm öz özünə kəsilir qənim. Deməli, istiqlal poemasından olan misralardır. Şairdə xalqımızın taleyi ilə bağlı nikbin ruh hakimdir. Bütöv Azərbaycanın birliyindən söhbət açılır bu məqamda, bu misralarda. Bütöv Azərbaycanın birliyindən söhbət açılır. Bu doğrudur. Çünki deyir, suyun gəlməsinə şübhəm yox, mənim bir vaxt şırıl-şırıl su gələn arxa. Yəni, azad olan vətənimiz yenidən azadlığına qovuşacaq. Talih yenidən xalqımızın üzünə güləcək fikri əks olunub. Yenə də həmin fikir də doğrudur. Yazıldığı əsərdə azadlıq verilmir. Vətənin igid oğulları qanı hesabına alınır fikri öz əksini tapmır. Çünki bu şəhidlərə aid olan fikirdir. Gülüstan poemasının davamı kimi yazılıb, doğru. Bu əsərdə şəhidlər öz övladlarını bağrına basır fikri digər şəhidləri nəzərdə tutur, əksini tapıb. Bu da şəhidlər poemasında keçən məqamdır. 1, 2, 4. Şəhidlər poeması əsasında uyğunluğu müəyyən edin. Doğrudur. Matəm mərasimi hissəsində 1918-ci ildəki şəhidlər xatırlanır, doğrudur. Axı biz nə eləmişdik sualına qarşı tərəfdən cavab verilmir. Deyir ki, bu sual səsləndi və yalnız deyir Kremlin, yəni Moskvada, Kremldə səslənmiş olmur. Həmin suala da cavab verilmir. Eşq olsun sizə hissəsində həkimlərin fədakarlığından bəhs edilir. Bu eşq olsun sizə hissəsində deyildi. Yanlışdır. Nə istəyir bu millət hissəsində meydan mübarizəsindən söhbət açılır. Bu fikir doğrudur. Yəni fikir cümlə olaraq doğrudur. Nə istəyir bu millət hissəsində Qızıl Orduya abidə qoyulmasından və həmin ordunun qanımızı tökməsi əks olunub. Bu təzadlar içində olan hissəyə aiddir. Azadlığın qanla alındığı etiraf edilir. Fikir də doğrudur. Deməli, doğrudan doğru biz 1-i götürürük, yanlışdan da yanlış 5. 1 və 5. Şəhidlər poeması haqqında doğru fikirləri müəyyən edin. Millət dənizin sahilində dənizə dönür. Doğrudur, deyir. Millət dənizə döndü, dənizin sahilində. Haqq zorun təməlini deşərək ya da quzeydə yerini göstərir. Deyir ki, quzeydə yerini göstərdik ya da. Bu fikir öz əksini tapıb istiqlal poemasında. Yəni, burada deyildi, istiqlalda öz əksini tapan məqamdır. Həsrətə hələ də son qoyulmayıb. Yenə istiqlal poeması 2 və 3-ü variantlardan çıxa bilərik biz. Cavabımız qaldı C variantı. Haqqın səsi dilsiz, sağır göylərə dirək olunması fikri öz əksini tapıb, şəhidlərdə aid olan cümlə. Özümüzün öz dustağı olduğumuz zamanlar üç rəngli bayrağımızı sadəcə qəlbimizdə yaşatdıq fikri. Bəli, deyir, nə zaman ki olduq özümüz öz dustağımız, qəlbimizə sığındı üç rəngli bayrağımız. 1, 4, 5. İstiqlal və İbrahimovun azad hekayəsi üçün ortaq cəhət kimi götürülə bilər. Ortaq cəhətlərə indi diqqət yetiririk. Bütöv Azərbaycan ideyası öz əksini tapıb, bəli, azad da azadlıq istəyirdi. Xudafərin körpüsünün bir xalqın arasında həsrət rəmzinə çevrilməyi istiqlaldaydı. Milli azadlıq hərəkatına həsr edilməsi götürülə bilər. Azərbaycan dilinin yalnız kənddə kəsəkdə danışılması bu istiqlaldaydı. Ədib gələcək nikbin baxır, bu da hər ikisinə aid olan cəhətdir. 1, 3, 5. Növbəti testə baxırıq. Vahabzadənin cədvəldə qeyd edilmiş əsərləri ilə bağlı doğru fikri müəyyən edin.
Şəhidlər İstiqlal. Poemada həsrət duyğuları ilə yanaşı ciddi ictimai problemlər də öz əksini tapmışdır. Bu istiqlala aid olan cəhətdir. Bizdən doğruları istəyir. Üçrəngli bayrağın əllərdə bir məqsəd üçün dalğalanması əks olunub şəhidlərdə keçən cümlədir. Şair bu gün qismətimizdə qəm-kədərin olduğunu təəssüf hissi ilə ifadə edir və bu ifadələr ümumilikdə istiqlala aid olan cümlələrdir. Birliyimizə xidmət edən Xudafərin gərəksiz bir daşın qalağına çevrilib. Doğrudur. Deyir ki, Xudafərin gərəksiz daşların qalağı oldu. Üstündən bir kimsə keçə bilmədi. Gecə həyatı hamiləykən ölüm doğması məsələsi də şəhidlər poemasındadır. Deyir, həyatı hamiləykən ölüm doğdu o gecə. 2 əsr xalqımızın bir-birinə həsrət olması fikri əks olunub. Deyir, 2 əsrdir ki, bu körpünün o tayında sənsən, bu tayında mənəm. Bu fikirdə öz əksini tapıb. Deməli, bu tərəfdən 2-ni, digər tərəfdən də 4 və 6-nı götürə bilərik. 5-ə biz çıxıb qoymalıydıq. Çünki 5-dəki fikrimizi qeyd etdik ki, şəhidlərdə keçən cümlədir. Cavab olaraq götürürük 2, 4, 6. 21. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Baxın, uyğunsuzluq istəyir. Bədii formaya aid olan fikirlərə baxaq. Qarışıq janrdadır. Bu doğrudur. Şairə görə Ahamanla milli birlik qazanılmaz. Uyğunsuzluq dediyi üçün buradan 2-ni götürdük. Bədii məzmun, təsvir ifadə vasitəsinə aid olan fikri götürdük. 3-ü, yəni şair dünya xəritəsində bütöv Azərbaycanın xəritəsini görməyə ümidlidir. Bu fikir doğrudur. Bu hissədən götürdük 2 və 3. Ardına baxaq. Poema bütöv söz prinsipinə həsr edilmiş, əsasən yazılıb və bu da formaya aid olan cəhətdir. Deməli, 5-i götürdüyü uyğunsuzluq kimi 1, 4, 5. Cavab C variantı. Növbəti test. Klasseri tamamlayan fikirləri müəyyən edin. Şair bu müsibətə Allah necə baxdı o gecə deyə sual verir. Fikir doğrudur. Şəhidlərdə keçən məqamdır. İndi baxaq, uyğunluq istədiyi üçün biz doğru fikirləri buradan seçməliyik. Şəhidlər şənbə gecəsi Babək və Nəsimidən xeyir-dua alır. Bəli, şəhidlərdə keçən cümlə. Şair şəhidlərin millətimizə azadlığın halal olmasını təsdiq etməsini fikrini göstərir. Deyir ki, onlar sübut etdilər ki, azadlıq yəni millətimizin haqqıdır və bu tərənnüm edilir. Doğru. Bizi birləşdirən torpağın bir olandan sonra heç bir ayrılıq ayıra bilməz fikri bu istiqlaldaydı. Deyir ki, çayın altındakı torpaq birdirsə, o tayı bu taydan ayırmaq olmaz. Şəhidlər şəhid olarkən millətimizə cəsarət təlimini keçiblər. Doğrudur. Xalqı xalq edən dil olması fikri, bu da istiqlalda keçir. 1, 2, 4. Şəhidlər poeması haqqında doğru fikirləri müəyyən edin. Şənbə gecəsi millət dağlardan elən selə bənzədilib. Bu fikir, bəli, doğrudur. Millətin qəlbinə sığınmış qorxu iblisini öldürən şəhidlər tərənnüm edilir. Bəli, qorxu iblisini deyir, öldürdü onlar. 20 yanvar faciəsi əks olunub, fikir doğru. Yırtıcı əskərlər xəstəxanada yaralıların müalicəsinə imkan vermirlər. Bəli, əməliyyat gedir, deyir şam işığında. Kindən yoğrulmuş qatillərin qılıncları xəstəxanada da dinc durmur. Fikir doğrudur. Cavabı A kimi götürə bilərik. Türkin nəğməsi və şəhidlər əsərləri üçün ortaq cəhət kimi götürülə bilər. Vətənə dərin məhəbbət öz əksini tapıb. Bir doğrudur. Bir doğru olanda biz digər variantı çıxa bilərik. Şəhidlərin qanının hədər getməyəcəyi fikri bədii sual şəklində verilir. Bədii sual şəklində verilmək ifadəsi Türkin nəğməsi şeirinə aiddir. Yəni digərində bu məqam yoxdur. Deməli, 2-ni biz götürmürük. Azadlıq uğrunda şəhid olanları dərin ehtiram bəslənilir hər ikisində. Dünya dövlətlərinin dəhşətli hücumlarından qorxmamaq yalnız Türkün nəğməsində, müstəqilliyin xalq üçün əhəmiyyəti də hər ikisinə aid cəhətdir. 1, 3, 5 cavab A variantıdır. Növbəti test. Manqurt şəhidlər əsərləri üçün ortaq cəhət kimi götürülə bilər. İnsanlığa qarşı cinayət işlənir. Doğrudur. Birində insanın vəhşicəsinə ağlını başından almaq, manqurtlaşdırmaq, şəhidlərdə də insanlığa qarşı cinayət elə xəstəxanaların atəşə tutulması, dinc, silahsız insanlara qarşı hücuma keçmək. Milli azadlıq mövzusu manqurt əsərində bu yox idi. Məqsədi uğrunda sona qədər mübarizə aparıcıdır. Şəhidlərdə bu var idi, bəli. Manqurtda da ananın sona qədər mübarizəsini biz götürə bilərik. Tarixi mövzuda yazılmayıb. Manqurt qarışıq janrda yazılıb, şəhidlərə aid olan fikirdir. Deməli, 1 və 3-ü götürmək olar. Uyğunluğu müəyyən edin. Şəhidlər gün var, əsrə bərabər əsəri yalnız birinə aiddir, yalnız və hər ikisinə aid olan fikirlər. Dəfn mərasimi yer alıb, hər ikisinə aid olan məqamdır. Dəfn mərasiminin yer almağı. Deməli, bunu yazdıq hər ikisinə. Şəhidlərin dəfn olunmağı və Qazanqapının dəfni. Milli mənəvi dəyərlərin qorunması uğrunda mübarizə yenə hər ikisinə aid olan cəhətdir. Təsvir və tərənnümün əsas yer tutması, bu heç birinə aid deyil.
təsviri və tərənnümün əsas yer tutması heç birinə aid deyil. Torpaq uğrunda ölənlərin xatirəsi yad edilir. Bu aiddir şəhidlər əsərinə. Milli soykökündən uzaqlaşmaq tənqid edilir və Gün var əsrə bərabər əsərinə aiddir. 1-də D-Y, 2-də də A-B olmalıdır. Cavab oldu C variantı. Cümləni hansı fikirlə tamamlamaq olmaz? Vahabzadənin İstiqlal poemasında şəhidlər əsərindən fərqli olaraq millətin dənizin sahilində azadlıq mitinqinə çıxması qeyd edilir. Bu şəhidlərə aid olan fikirdir, belə yazaq. Afrika xalqının öz həmvətənlərinin müstəmləkəçilərdən təmizlənməsi İstiqlala aid olan fikirdir. Şimali Azərbaycanda xalqımızın Sovet imperiyası ilə üz-üzə dayanması qürur hissi ilə ifadə olunur. Bu hər ikisində olan fikirdir. Bugündən sabaha olan inam poetik dillə əks olunub. Bugündən sabaha inam olmasa ifadəsi düzdür. İstiqlal poemasında keçir, amma bu hər ikisinə aid olan cəhətdir. Bugündən sabaha inam. Hər ikisinə aid olan cəhətdir. Yenə İstiqlal şəhidlər götürürük. Doğma dilimizə qarşı qoyulmuş qadağalara etiraz da İstiqlalda var idi. İndi gəlin uyğunlaşdıraq. Fərqli olaraq deyir. Fərqli olaraq tamamlamaq olmaz deyirsə, yəni biz şəhidlərə yox, yalnız İstiqlala aid olan fikirləri götürməliyik. 2 və 5. Cavab oldu A variantı. Cümləni hansı fikirlə tamamlamaq olar? Şəhidlər və İstiqlal poemasında. 20 yanvar şəhidlərinin qəhrəmanlığı tərənnüm olunur, bəli, hər ikisində. Parçalanmış millətin qəlbində mənəvi körpünün olduğu dilə gətirilir. Bu İstiqlala aiddir. Xudafərin körpüsü. Şəhid qanına boyanmış 3 rəngli bayraqdan söhbət açılır. Hər ikisinə aid olan məqamdır. Azadlığın qanla alınmasının zəruriliyi ifadə edilir. Bu da, yəni İstiqlalda şəhidlərdən 2 bənd olduğu kimi sadalandığı üçün həmin bəndin məzmununda bunlar var. Azərbaycandan başqa bütün ayrılan millətlərin birləşməsi məsələsi İstiqlalda keçirdi. Bizim doğru cavabımız 1, 3, 4 olmalıdır. Növbəti testə baxırıq. Bilgi imtahanında bir dəfə istifadə edilən sxemdir bu. İstiqlal, qaytar mənim qüdrətim Azərbaycan və şəhidlər əsərim. Yalnız birinə aiddir, yalnız ikisinə aiddir və hər birinə, yəni hamısına aiddir. Bunları indi yoxlamalıyıq. 20 yanvar və Qarabağ şəhidləri xatırlanır. Bu biz bilirik ki, yalnız Ulutürkün şeirinə aiddir. Təbrizin və Ülvünün adı keçmiş olur. Deməli, biri yalnız birinə aid kimi göstəririk. 1 olmalıdır birin qabağında. İndi fikir verin. 1-1-in qabağında olmayan variantları cavabdan deməli çıxa bilərik də biz. Y-ni çıxırıq, B-ni çıxırıq. Baxın, çünki 3-ün qabağında verilib 1. İndi digərlərinə baxa bilərik. Əsərdə nikbin ruh, gələcək inam əks olunur. Bu, hər birinə aid olan cəhətdir. 2-ni yazdıq ümumi məqama. Bu da digər variantlarda uyğunluq təşkil edir. Azərbaycan torpağına övladlarının qanının axıdılması əks olunub. Bu da hər birində var. İstiqlalda da şəhidlərdən məqamlar var. Şəhidlər poemasının özündə də və Ulutürkün şeirində də şəhidlər haqqında cümlələr öz əksini tapmışdı. Deməli, bu da hər birinə aid olan fikirdir. Lirik qəhrəman doğma vətənin çətin və ağır günlər yaşadığını və uzaq olduğu üçün bu çətin günlərin öhdəsindən gələcəyini əmindir. Deyir, sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü ağsan. Deməli, yalnız Ulutürkün şeirinə aiddir. 1918-ci ilin və 20 yanvar şəhidləri xatırlanır. Yenə şəhidlər poeması 5-i yazdıq bura. Xalqımızın bir yumruğa dönüb qəhrəmanlıq dastanı yazdığı o dəhşətli gecə xatırlanır, yəni 20 yanvar hadisələri. Bu da özünü şəhidlər və İstiqlal poemasında göstərir. Deməli, altını yazırıq. Yalnız 2, yəni ikisinə aiddir hissəsinə. Və son, bağrı yanmış vətənimizin yenidən çiçəklənib göyərəcəyinə yüksək inam əks olunub. Bu da Ulutürkün şeirindədir. Deyir, bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək, cücərəcək, ləçək-ləçək, çiçək-çiçək. Bu fikirlər var. Cavabımız olacaq bizim D-də birinci 1, 4, 5, 7, 2, 6 və 3, 2, 3. Şəhidlər poeması haqqında yanlış fikirləri müəyyən edin. Fərizə ilə İlhamın çırağı söndürülmüş ocağından söhbət gedir. Bu fikir doğrudur. Kama çatmayan Larisanın boş qalmış partasından söhbət gedir. Bəli, bunların hər biri axı biz nə eləmişdik soruşur. Allaha dua edən ağbirçək və ağsaqqalların cavabsız qalan sualları əks olunub doğru. Siyasi xəritəsi dəyişən qitələrdən söhbət gedir. Bu İstiqlal poemasına aiddir. Vaxtında deyilən bir sözün min bağlını qapını açması əks olunub. Bu da İstiqlal poemasında öz əksini tapıb. 4 və 5 deməli yanlış fikirlərimizdir. Şəhidlərə aid deyil. Cümləni tamamlaya bilən fikirləri müəyyən edin. Şəhidlər və İstiqlal poemalarının hər ikisində şair. Gələcəyə baxışı nikbindir. Bu doğrudur və bizdən tamamlaya bilənləri istəyir. Doğma dilimizin xalq tərəfindən qorunduğunu ifadə edir. Yalnız İstiqlalda 2-ni deməli
cavab da verə bilmərik. 1 isə bizim cavabımız ola bilər. Bugündən sabaha körpü olan ümidi yüksək dəyərləndirir. Aha, hər birinə aid olan fikir kimi götürə bilərik. Ürəklərimizdə yaşatdığımız bayrağın əllərə keçib dalğalanmasını tərənnüm edir. Bu yalnız şəhidlərdədir. Bir xalqın ana təməli olan milli mənəvi dəyərlər sağlam qaldığı müddətdə kimsə bu xalqa ayıra bilməz fikri ifadə edilib. Bu da yalnız istiqlalda olan məqamdır. Deməli, bizim cavabımız olmalıdır 1 və 3, B variantı. Vahabzadənin Şəhidlər poemasında Əhməd Cavadın Azərbaycan bayrağının şeirindən fərqli olaraq milli ideyaların təsiri duyulur. Hər ikisində bu məqam var və biz fərqli cəhəti yazmalıyıq. Qədim türk boyları xatırlanır. Bu bayrağın, Azərbaycan bayrağının şeirindədir, digərində yoxdur. Yəni 1-i, 2-ni cavabda verməməliyik. Azərbaycan bayrağına yüksək məhəbbət ifadə olunmuşdur. Bu aiddir Azərbaycan bayrağının şeirində. Torpaq uğrunda ölən varsa vətəndir fikri, bəli, şəhidlərdə öz əksini tapıb. Əsərdə nikbin ruh, gələcəyə inam əks olunub hər ikisində. Vətən uğrunda şəhid olmuş bir sıra qəhrəmanların adları xatırlanır. Bu da şəhidlərdədir. Fərizə, Larisa, İlham. Deməli, bizə 4 və 6 olmalı cavabımız. Uyğunluğu müəyyən edin. Azərbaycan bayrağına, qaytar mənim qüdrətimi, Azərbaycan şeiri və şəhidlər. Yalnız birinə, yalnız ikisinə və hamısına aid olan cəhətlər. Vətən uğrunda şəhid olmuş bir sıra qəhrəmanların adları xatırlanır. Bir sıra qəhrəmanlarımız deməli Şəhidlər poemasında öz əksini tapıb qəhrəmanların adları. Həm də bu fikir Ulutürkün şeirindədir. Deməli biz bunu yazmalıyıq orta hissəyə. 1-i yazmalıyıq 2-nin qabağına. Rum rəqəmi 2-nin qabağında. Deməli, 2-nin qabağında 1 olmalıdır. Bu da elə bir C variantında yoxdur, Y variantında yoxdur, D-də yoxdur. A və B variantları qalır. İmtahanda da variantla işləyirsiniz. Lirik qəhrəman düşmənlərin bir gün cəzalarını alacağına əmindir. Bu aiddir Ulutürkün şeirində. Deyir ki, mən bilirəm, dərdlərini yumruğunda sıxacaqsan, yəni əhərmənlərin yurdunu dağıdacaqsan. 1-i yazdıq bura. Daha doğrusu buna 2 yazmalıydıq. Bir dəqiqə. 2-ni yazdıq bu hissəyə. Milli mənəvi ideyaların tərənnümü əsərdə qırmızı xətt kimi keçir. Hər birində bu məqam var. 3-ü yazdıq kəsişmələrlə. Xalqımızın həyatında rol oynamış bir sıra tarixi şəxsiyyətlərin adları çəkilir. Bu da hər birində öz əksini tapıb. Qayıq xan deməli adı vurğulanır Azərbaycan bayrağına şeirində. Ulutürkün şeirində yenə Nəsiminin, Nəiminin adı var. Şəhidlərdə də Rəsulzadənin adı çəkilib və s. Deməli, 5-i biz hər birinə aid cəhət kimi yaza bilərik. Azərbaycan bayrağına bağlı olmaq hər bir vətəndaşın borcudur fikrinin vacibliyi öz əksini tapmışdır. Yenə də hər birində öz əksini tapıb. Ulutürkün şeirində də bayrağa müraciət var. Azərbaycan bayrağı başdan ayağa bayrağa həsr olunub. Şəhidlər poemasında da 3 rəngli bayraq ifadəsi keçir. Deyir, qəlbimizə sığındı 3 rəngli bayrağımız. Deməli, 6-nı da biz hər birinə ortaq cəhət kimi yaza bilərik. Lirik qəhrəman Azərbaycan bayrağının dalğalanmasını göz yaşı ilə izləyir. Bu da təkcə Azərbaycan bayrağının şeirindədir. 2-7 1-ə, ikincidə olmalıdır 1 və 4. Xalqımızın həyatında rol oynamış bir sıra tarix şəxsiyyətlərinin adları çəkilə bilər. Buna biz nümunə kimi şəhidlərdən Rəsulzadənin adını çəkə bilərik. Ulutürkün şeirində də var idi Babək. Deməli, 4-ü yazdıq, yalnız ikisinə aid olan cəhət kimi. Doğma yurda bağlılıq qabarıq şəkildə öz əksini tapmışdır hər birində. 5-i yazdıq ortalığa, ortaq cəhət kimi. Azərbaycan bayrağına bağlı olmaq hər bir vətəndaşın borcudur fikrinin vacibliyi əks olunmuşdur. Bu hər birində var. Azərbaycan bayrağı başdan ayağa bayrağa həsr olunub. Ulutürkün şeirində bayrağa müraciət var. Şəhidlərdə də qəlbimizə sığındı 3 rəngli bayrağımız adında bir ifadə misra keçir. Deməli, 6 da ortaqdır. Lirik qəhrəman Azərbaycan bayrağının dalğalanmasını göz yaşı ilə izləyir. Bu da Azərbaycan bayrağına şeirinə aiddir. Cavab oldu B variantı. Şəhidlər poemasında müəllifin vətən uğrunda şəhid olanlara haqq qazandırmasına nə əsas verir? Qorxmazlıqları və cəsarətləri. Ölümlərinin hər kəsə acı təəssüf doğurması səhvdir. Əlimizdən alınmış haqqı dünyaya bildirmələri doğru. Millətin qəlbinə salınmış qorxu iblisini öldürmələri doğru. Sərhəd diləklərini qorxmadan qırıb dağıtmaq bu istiqlal poemasına aiddir. 1, 3, 4. Cavab olmalıdır E variantı. Şəhidlər Heydər Babaya salam əsərlərinin janr xüsusiyyətlərinə aid deyil. Qarışıq janrda yazılmışdır. Bəli, hər bir poemadır, bu doğrudur. Epik təhkiyəyə əsaslanır. Şəhidlərdə və Heydər Babaya salamda da təhkiyə yoxdur. Deməli, yalnız 1-i götürdük buradan və bizə aid deyil olduğu üçün 2-ni götürürük. 1-i yox, 2-ni götürmüş oluruq. 2-ni götürürük. Monoloq və dialoqlar əsaslanır. Bu yox idi. Deməli, 3-ü də götürdük. 2, 3. Lirik ünsürlər üstünlük təşkil edir. Hər birində lirik ünsür var.
deməli 4 yanlışdır. Heca əvəzində yazılmışdır ifadəsini doğru götürürük. Ona görə də sırf yəni ortaq cəhət kimi götürülə bilməz dedikdə biz B variantını seçirik. Yəni 2 və 3-cü fikirləri. Növbəti testə baxaq. Klasterin şaxələrindən istifadə etməklə uyğunluğu müəyyən edin. Azadlıq uğrunda mübarizənin haqq işi olması fikri öz əksini tapmışdır. İstiqlal, şəhidlər, azad, bəli, haqq işidir. Bunlarda uyğun götürə bilərik. 20 yanvar hadisələrinə münasibət bildirilmişdir. İstiqlal və şəhidlərdə. Deməli, 20 yanvar hadisələrinə münasibət aid olmalıdır istiqlal və şəhidlərə. 4-ü yazdıq bunların qabağına. Milli dil probleminə toxunulmuşdur. Hekayəsində də var. Deməli, 5-i belə qeyd edə bilərik. İkisinə aiddir 5. Azadlıq uğrunda şəhid olanlara münasibət bildirilir. Hər birində bu şəhidlik məsələsi var idi. Yəni, hər birində var bu şəhidlik məsələsi. Vətənpərvərlik ruhunun insanların doğulduğu torpağa, xalqına və bir-birinə bağlılıq hisslərinin gətirdiyini göstərir. Bu, daha çox azadda və şəhidlər poemasında, eləcə də şəhidlərdən bəndlər olduğu üçün istiqlalda hər üçünə aid olan cəhət kimi götürülməlidir. Yəni, 7-ni də belə yaza bilərik. Baxaq görək cavab nə çıxır. Deməli, burada variantla işləyirik bu hissəni. Tutaq ki, birinci xanaya 1 və 2-ni yazsaq, 2-yə 4 və 5-i yaza bilmirik. Çünki o 5, 5-də yazılan dil məsələsi şəhidlərə aid deyil. Eyni ilə bu cür. Yəni, bax, bu 5 yalnız aiddir istiqlala. Ona görə də digərlərinin qarşısında bunu verə bilmərik. Baxaq, indi 3-də yazılan fikrimizə. 3 azaddır. 1-ə B-ni yazsaq, 2-yə 3-ü yaza bilmirik. Yəni, orada biraz uyğunsuzluq var. 3 olmalıydı 1 xanasında. Ona görə yanlışdır. Deməli, biz hər üçünü götürməliyik. 1, 2, 3 və sırf onların hər üçünə aid olan fikri yazmalıyıq qarşılarında da. 1-ə yazırıq 1, 2, 3. Bax, bura həm 1-i, həm 2-ni, həm də 3-ünü yaza bilərik. Və bunun da qarşısında 2-yə hər birinə aid olan cəhət. Fikir verin, mən 4-ü, rəngi dəyişək. Mən 4-ü yalnız İstiqlal və Şəhidlər poemasını yazmışam. Deməli, 4-ü bunların ortaq cəhəti kimi verə bilmərəm. Bu 4 yanlışdır. Və yaxud da 3-ü də burada qeyd edə bilmərəm. Çünki 3 aid olmalıdır birinci xanaya, yəni bu hissədə yazılmalıdır 3. Cavab qaldı 6 və 7. Fikir verin, mən 6 və 7-ni hər üçünə aid olan cəhət kimi yazmışam. Deməli, cavab oldu C variantı. Bu əsərlər üçün ortaq cəhət sayıla bilməz. Natəvan, İstiqlal, Azad, Səsli qız. Azadlıq mübarizəsində qələbə qazanmış başqa xalqlara münasibət istiqlaldaydı. Ortaq deyil. Gələcəyə nikbi münasibət bəli sayıla bilər. Milli kimliyini itirmiş həmyerlərə münasibət natəvanda öz əksini tapa bilər. Azadlıq verilmir. Mübarizə ilə alınır fikri öz əksini tapmağı, yəni ideyaya uyğunluq hər birində öz əksini tapır. Xalqına xəyanət edən, sapı özümüzdən olan baltalara münasibət, o da natəvanda daha çox özünü göstərir. Yəni, ortaq cəhət kimi verilə bilməz. 1, 3, 5. Cavab oldu B variantı. 39-cu testə baxırıq. Natəvan və İstiqlal, Azad əsərlərinin heç birinə aid deyil. Azərbaycanın bütövlüyü ideyası irəli sürülmüşdür. Natəvan da bu məqam var, İstiqlalda da. Vahid süjet xəttinə kompozisiyaya malik olmaq. Milli varlığımız olan dil probleminə toxunulur. İstiqlal hər üçündə, ümumilikdə hər üçündə bu dil məsələsi var. İkiyə parçalanmış Azərbaycan xalqının hüquqlarının əlindən alınması probleminə İstiqlalda və Natəvan da toxunulur. Azadda da sonuncu cümlədə deyir ki, cənub və şimal görünsün oradan. Deməli, burada da var idi ikiyə ayrılma məsələsi. Məzarların dilə gələrək insanları cavabsız suallar qarşısında qoymağı bu şəhidlərdə də cavab oldu Y variantı. Vahabzadənin Şəhidlər poemasına əsasən uyğunluğu müəyyən edin mövzu, problem və ideyası. Qarabağın işğalı. Qarabağ məsələsi ümumiyyətlə toxunulmur. Qarabağın adı çəkilmir bu poemada. Deməli, biz A-nı variantlardan çıxa bilərik. A çıxıldım. 20 yanvar hadisələri mövzumuzdur. Bəli, mövzuya yaza bilərik. 1-ə B getməlidir. Vətənin ikiyə parçalanması şəhidlərdə deyildi, istiqlaldaydı, ideyasıydı. C-ni də çıxa bilərik variantdan. C-ni də variantdan çıxanda cavab qaldı A variantı. İndi yoxlayaq. Vətənin Rus işğalçı ordusunun hücumuna məruz qalması problemdir. 2D. 2-də D olmalıdır. Bax, burada D yazılmalıdır. Vətənimizin azadlığı uğrunda mübarizənin labüdlüyü. Bu da ideyaya yəni uyğun gələ bilər. Və E də olmalıdır ideyada. Cavab əslində olmalıdır. 1-də B, 2-də D. Heç burada cavab çıxmır. Özüm qeyd edirəm bu hissədə. 1-də B, 2-də D və 3-də Y variantı. Belə. Ümid edirəm ki, izahlar sizlər üçün faydalı oldu. Kanala abunə olub bəyənməyi unutmayın.
Sağ olun. Sizlərlə mən idim, Aytaç müəllimə.